Respublikamızda əhalinin rahatlığını təmin etmək məqsədi ilə paytaxtla yanaşı bölgələrdə müasir tipli ticarət mərkəzləri tikilib, sakinlərin istifadəsinə verilib. Görülən işlər onu deməyə əsas verir ki, Cənab Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğının nəticəsidir. Bu kimi ticarət mərkəzlərindən biri də Ələt-Astara Magistral yolunun Cəlilabad rayon ərazisində fəaliyyət göstərən ZMC MMC Grand Store ticarət mərkəzini göstərmək olar. Burada yaradılan şərait müştərilərin rahatlığını o cümlədən rahat şəkildə alış-verişini yüksək səviyyədə təmin edir. Buradan alış-veriş edən müştərilər isə xüsusi endirimlər və bonuslar təklif olunur. Xüsusilə qeyd edək ki, Grand Store ticarət mərkəzində alış-veriş edən şəhid aliləri və Qarabağ əlləri aldıqları ərzaq məhsullarına görə 5% güzəştlər nəzərdə tutulur. MMC şəbəkəsi Grand Store marketi olaraq 19-dan artıq atdel və 100-dən artıq işçi personalı ilə xidmətinizdəyik. Hal-hazırda 450 adda mal hədiyyəlidir. Həmçinin şəhid və veteran ailələrinə 5%li endirim kartı mövcuddur. Ölkədəki bahalaşmaya baxmayaraq marketimizdə bütün mallar ucuz və sərfəlidir. Cəlilabad xalqının rahatlığını düşünərək marketimizdə endirimli və hədiyyəli mallar mövcuddur. Yeni tədbirləri ilə bağlı marketimizə gələn müştərilərin əhval-ruhiyyəsini yüksəltmək məqsədi ilə Şaxta Baba və Qarqız personajları mövcuddur. Marketimizdə həmçinin bütün müştərilərin cibinə sərfəli bonus kartımız fəaliyyət göstərir. Bu kartdan istifadə etməklə 2% endirimə və müxtəlif növdə hədiyyələrə sahib ola bilərsiniz. ZMC qazandırmağa davam edir. Bayramımızdan mübarək. Sizə bu hədiyyə ilə bağlı verilir? Bizim bu market özümüzündür. Biz buradan alış-veriş edirik daima. Bonusumuza, yolumuza görə. Siz mütəmadi alış-verişi bu marketdə edirsiniz. Və onun əsasında artıq siz bir... Mənə hədiyyə verilir ki, mən yeni gəlim. Müştərilərə nə deyəriz buradan? Müştərilərə məsləhətidir. Gəlsinlər almaq edəsinlər. Sizden de önemli. Ben de. Sağ olun. Müştəri olaraq malların qiyməti qane edilmi? Normaldır, yaxşıdır, tutur. Burada hər şey yaxşıdır. Çox qaneli, əvvəlki qiymətlərdə şükür Allaha. Yuxarı qaldırmıyor bəlkə qiymətləri. Ondan da əlavə buranın özəlliyi odur ki, təmiz mallardır çoxu. Tarixinə riayət olunur, köhnə mallar olmur. Antisanitariya demirlər ki, yoxdur. Hər şey gözəldir. İşte belə bayramlara çıxasınız, elə ki alış-veriş edirsiniz. Qiymətlər necə? Qane edilmişsiniz? Hal-hazırda burada yaradılan şərait necə? Çox gözəl.
sağ olasın. Yani siz burada yəqin ki balıqçılıqla uzun müddət ki məşğul olmuşsunuz. Evet, Bu günləri bu adeldəsiniz. Evet. Bu balıqlar hardan gəlir bura? Dənizdən gəlir. Dənizdən. Kilo neçədir? 4 manata var, 2.80-ə var. Karıstalan balıqlar bizdə 2.80-dir. Kilogram. Bəli, çəkinə belamor 4 manata. Gün ərzində nə qədər balıq satılmışsınız? Satılır. Çox satılır. Sizcə Cəlilabad xalqının balıq yeməyə münasibəti necədir? Çox gözəl. Etiraf, ayaqlardan ayaq. Hanım neçə ildir burada çalışırsınız? 6 aydır. 6 aydır. Bu 6 ay ərzində kollektivçiliklə münasibət necədir? Çok yaxşı. Değil danışma. Yəni bax Münasibətlər yaxşı. bu günləri var, iş başında özü rahat hiss edə bilirsiniz kollektiv arasında. Her şey yok. Rəhbərliyin sizə diqqət edir. Çok yaxşı. Razı yokum. Bir yakınızdan da razıyım. Grand Store əvvələn onu deyim ki, 2000-ci ildən fəaliyyət göstərən məhdud məsuliyyətli cəmiyyət kimi fəaliyyət göstərməyə başlayıb. Və ümumiyyətlə bu market sistemi deyirlər ki, yəni o bütün yeniliklər, bütün mənalarda hamısı ilk dəfə, yəni bu marketdən başlayıb. Əvvəl Erol adı ilə fəaliyyət göstərib və bu günlərdə Cənab Prezidentimizin qayğısı ilə, diqqəti ilə və bu günləri bizim bu Cəlilabadda fəaliyyət göstərən Grand Store marketi gördüyünüz bu səviyyəyə gəlir. Və bu günlərdə özünüz də görürsünüz hər şeyi. Burada müxtəlif şöbələr fəaliyyət göstərir, ondan yuxarı şöbə fəaliyyət göstərir. Yəni bir mənalı olaraq da hər şey Cəlilabad əhalisinin, ümumiyyətlə Cəlilabad elə bir ərazidir ki, Bakı-Astara magistral yolunun üzərində yerləşir. Burada mütəmadi olaraq bizim qonaqlarımız da olur və biz bunu xüsusi mən qeyd eləmək istəyirəm. Avropa oyunları keçirilən ərəfədə müxtəlif ölkələrdən, müxtəlif dünya ölkələrindən gələn turistlər, idmançılar Grand Store'nin fəaliyyətini görüblər və yüksəklə dəyərləndiriblər. Ümumiyyətlə Cənub bölgəsində mən belə deyərdim, əgər 2-3, yəni bu sistemdən söhbət edir, 2-3 bu səviyyədə fəaliyyət göstərən market varsa, onlardan biri bizim Grand Store. Grand Store ZMC, MMC belə deyək, şəbəkəsinə daxil olan marketlərdən biridir. ZMC, MMC-nin daxilində bir neçə market, kafe, yeməkxana fəaliyyət göstərir.
insanlara xidmət göstərir, ZMC, MMC. Onu da xüsusi qeyd eləmək istərdim ki, ZMC, MMC təkcə bu cür fəaliyyətlə yox, eyni zamanda xeyriyyəçilik işləri ilə məşğuldur. Bütün bayramlarda, dövləti tədbirlərdə, bizim dini bayramlarımızda eyni zamanda mütəmadi olaraq siyahıda olan insanlar var, ərazilər üzrə, Cəlilabad rayonunda 129 kənd var. Demək olar ki, bütün kəndi əhatə edir, kəndləri əhatə edir. İmkansız kasıb ailələrə bu Green Story məxsusi hədiyyələr göndərir, yardım eləyir. Kasıb və imkansız ailələrə, şəhid ailələrinə, müharibə veteranına, ya bu bir mənalıdır. Başqa bir məsələni də qeyd edeyim. Ümumiyyətlə, dövlətin gücü onun sahibkarının gücü ilə hesablanır. Və bu günləri, şəxsən mən özüm də burada bu günləri işçiyəm, direktorun müavini vəzifəsində çalışıram. Mən bu şəraiti Cəlilabadlılar üçün yaradan özüm daxil olmaqla, eyni zamanda baxmayaraq mən burada direktor müavini kimi fəaliyyət göstərirəm. Bu şirkətin, bu müəssisənin təşkilatçısı, təsisçisi olan Hacı xanım, Südabə xanım Rəhmanovaya öz dərin minnətdarlığımı bildirirəm. Onun 3 dənə gözəl oğlu var. Gecə-gündüz qollarını doğrudan da çırmalayıb bu iş üçün canlarını yandırırlar. Onlara çox minnətdarlıq eləyirik. Biz həm burada, yenə də deyirəm, bütün Cəlilabadlılar ki, mən də buradan evimə, ailəmə pay aparıram, çörək aparıram və eyni zamanda Cəlilabad əhalisi də burada başqalarından fərqli olaraq ucuz və keyfiyyətli məhsul alırlar. Yəni Green Story doğrudan da Cənub bölgəsinin ən gözəl, ən sayılıb seçilən ticarət müəssisələrindən biridir. Qeyd edək ki, Green Story Ticarət Mərkəzinin rəhbəri Hacı Südabə xanım 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə xalqımızı təbrik edir, ölkəmizə sülh və əmin amanlıq arzulayır. Kamran Kamiloğlu, Region TV xəbər, Cəlilabad.